Dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Bugünkü mövzumuz bir mömin günahlarına tövbə və istiğfar etmədən ölərsə, həmin günahların bağışlanıb və ya bağışlanmayacağı mövzusudur. Əhl-i sünnət alimlərinə görə bir mömin günahlarına tövbə etmədən ölərsə, həmin günahların bağışlanması Allahın istəyinə qalmışdır. Allah istəyərsə həmin qulunu əfv edər, istəyərsə də həmin qulunu bir anlıq cəzalandırar. Allah-u Teala Quran-ı Kərimdə belə buyurmaqdadır ki, şübhəsiz Allah özünə şərik qoşulmasını bağışlamaz, ancaq bundan başqa günahları istədiyi kimsə üçün bağışlayar deyə buyurmuşdur. Bu ayədə də görüldüyü kimi şirkdən başqa günahların tövbəsiz bağışlanması Allah-u Teala'nın diləməsinə qalmışdır. Ancaq şirk və qul haqqı bu digər günahlar kimi deyildir. Belə ki, şirkin bağışlanması üçün mütləq tövbə istiğfar lazımdır. Qul haqqı kimi günahların da haqqına girilən şəxsdən halallıq alınması lazımdır. Bu iki günah xaric digər günahların bağışlanması isə, yəni tövbəsiz bağışlanması isə Allah-u Teala'nın diləməsi ilə mümkündür. Vəlhamdülillahi Rabbil aləmin.